Salam dəyərli İnteqrasiya Təlimi İnternet tipli gimnaziyanın kollektivi. Bugün artıq bizim layihəmizin bağlanış tədbiridir. Layihəmiz 3 ay müddətində davam etdi. 4 qrupda şagirdlər fəaliyyət göstərdi. Almaz mozaikalarla əl işi, ətirli şamlarla, ətirli sabunla əl işi, rəsmlər üzərində işlər qruplaşdırıldı. Təlim 5 gün nəzərdə tutulmuşdur. Hər gün 2 saat şagirdlər əl işlər üzərində bacarıqlara malik oldular. Layihənin rəhbəri mən Səadət Səfərəliyeva, təlimçi Səkinə Müsəlman, 4 saylı Tomosov məktəbi texnologiya müəllimi. Bizim əsas qarşıya qoyduğumuz məqsəd şagirdlərin əməkdaşlığı, onların əl bacarıqlarının üzə çıxarılmasıydı və asudə vaxtlarını daha səmərəli şəkildə keçirməkdir. Bizim layihəmizdə əsasən həssas qrupa daxil olan şagirdlər idi, həm şəhid və qazi övladları, internat məktəbinin şagirdləri, xüsusi sinif şagirdləri və digər məktəbdən olan şagirdləri. Biz fikirləşdik ki, xüsusi sinif şagirdlərini həm də təlimə cəlb edilməklə təlimdə inklüzivliyi təmin etmiş olaq. Və düşünürəm ki, şagirdlər xoş təəssüratla buradan ayrıldıqlarına görə biz məqsədimizə çatmış olduq. Sərgi də çox uğurla həyata keçirildi. Bugün artıq bağlanış tədbiridir. Və istəyərdim ki, layihə ərzində bizim gördüyümüz işlərdən çox kiçik bir hissəyə baxın. Diagnostik olaraq uşaqların bütün rəsm qabiliyyətləri diagnostik keçirilir. Bir var layihə keçirilsin, adı olsun, amma bizim layihəmiz səsi hər tərəfə yayılmış bir layihə oldu. Yəni, Səadət müəllimdən bu yazıb qəbul olunmuş layihə həm İnteqrasiya tipli gimnaziya buranın, həm də Göyçay ümumi təhsil məktəblərinin şagirdlərinin asudə vaxtlarının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, əməkdaşlıq, yoldaşlıq, ünsiyyət, rənglər aləminə səyahət, şəhid Almazla əl işləri daha maraqlı oldu. Çünki orada bilirik ki, 21-ci əsrimiz innovasiya əsridir. Kodlarla, kompüterlə bağlıdır, kodlaşmaq. Şagirdlər orada kodlarla hərflərin, rəngləri duyaraq, görüb hiss edərək və onlarla yapışdırdılar. Yəni, özümüz üzərində yapışqanı vardı. Sonraki işimiz şamla olan əl işləridir. Şamlar hazırlandı, ətirli şamlar. Layihəmizdə 1, 3, 5, 4, 7 nömrə məktəbinin şagirdləri Qarabağ kəndlərdən könüllü iştirak etdilər. Yəni, qeydiyyatdan keçərək, hazırlanmış linkdən keçərək, formusda hazırlanmış linkdən keçərək layihədə iştirak etdilər. Layihə 4 nəfər şagirddən ibarət olsa da, yəni qeydlər, amma 60-70 nəfərdən şagirddən əks olundu. Layihədə şəhid ailəsindən Göyçayın 1-ci 46 şəhidi oldu, 40-cı Vətən müharibəsinin 46 şəhidi, ilk şəhid Zamiq Əhmədovun evladı Turgut iştirak etdi və bir də Toğrul Hacıyevin evladı. Maraqlı oldu, uşaqlar həqiqətən rənglər aləminə layihə 40 gün, 40 saat və hər saat 40 saat, hərəsi 2 saat olmaqla 80 saatdan ibarət olsa da, yəni bir çoxlarımız gördü. Biz həftənin 6 bazarı günləri istirahət vaxtları, yəni gönüllü olaraq razılıqla aldığımız razılığı ilə biz bu layihədə iştirak etdik və əlimizdən gələn bacarıqlarımız da bu Qızılı Əllər sərgi ilə 2 gün öncə keçirilmiş sərgidə şagirdlər öz əl işlərini satış sərgi olaraq nümayiş etdirdilər və orada onların gələcəkdə biznes, yəni pul qazanmaq, özlərinin həyatda yaşamağa, yəni həyatda ayaqda saxlamaq üçün, öz maddi ehtiyaclarını təmin etmək üçün bu hazırladıqları işlər satış sərgi olaraq, yəni o pulu görəndə həvəslərində həqiqətən görürlər üçün, yəni satışını edib qazanc əldə etmək olar. Layihə təkcə yəni şamla əl işləri, mozaika hazırlamaq, sonra sabunla əl işləri, bir də hazır şəkillər üzərində rəsmlər olsa da, layihədə Ebru sənətindən
yəni bilik və bacarıqlarını göstərdim, təşkil etdim. Yəni müəllimə təşkil etdi, aldıq layihənin əlavə xərc olaraq. Sonra taxta üzərində yoluna yandırılma üsulu ilə, rəsm çəkmək üsulu ilə istifadə edilər və burada bax belə gipslərdən hazırlanmış soyucu üzərinə yapışqanlardır. Sonra əziz xatirəsinə, onların ailəsinə belə bir çərçivələr sərgidə hər bir şəhid ailəsinə, yəni aktivli falan hədiyyə olaraq verildi. Bu da belə bir layihənin qazanmağı müəllimə üçün düzdür, ad uğurdur, amma əsas Göyçayımıza, məktəbimizə yəni bir uğurdur ki, həqiqətən də bu inteqrasiya tipli gimnaziyanın belə həssas qrup uşaqlarının yaradıcı qabiliyyətləri var və onlar bir anlıq o layihə boyu nağıllar aləminə, rənglər dünyasına səyahət edilərək özlərinin xoşbəxtliklərini bir hissəsini qazandılar. Yəni uşaqlıq yaddaşlarına yaddaş olaraq qeyd olundu. Belə də milli simvollarımız olan gipsdən nağlardır. Sabunlar, şamlar, belə bir işlərimiz var. Bizim qızıl əllər sərgimizdə bunların hamısı nümayiş olunur. Bu qədər. Sağ olun. Mən istəyərdim ki, əvvəlcə gimnaziyanın, inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Vidadi müəllim, yəni burada işi icra apardığı zaman gördüyü bir neçə dəfə bizim otağımızda oldu, uşaqların əl işləri ilə tanış oldu. İstəyərdim ki, öz sözlərini desin layihə haqqında. Bir neçə dəfə sizin dəvətinizdə mən orada iştirak edim. Bu kimi layihələr təbii ki, uşaqların gələcək inkişafında öz bəhrəsini təbii ki, verəcəkdir, zaman nəticəsini verəcək olan. Davamlı olsun, uğurlu olsun, sizi təbrik edirəm. Biz orada iştirak edə bilmədik müəyyən səbəblərdən. Bütün bunlara baxmayaraq yenə də sizi təbrik edirəm. Uğurlarınız bol olsun, nəticəli olsun, əsas məsələ. Çox sağ olun, yəni bu müddət ərzində az müddət də deyildi. Həqiqətən də yəni internat məktəbi mənim üçün, gimnaziya mənim üçün çox böyük şərait yaratdı. Demək olar ki, məktəbin ən gözəl otaqlarından birini verdi. Uşaqlar sevərək, rəngli otaqda, rənglər dünyasına daxil olaraq gözəl əl işləri ərsəyə gətirdilər. İlk öncə Vüsal müəllim idi, həmin vaxt direktor. Sonra da siz şərait yaratdığınıza görə hər birinizə təşəkkür edirəm. Və hər zaman da gimnaziya mənim bütün uğurlarımda yanımdadır. Yanımdadır, gözəl, xoş sözlərini deyirlər. Hər birinizə minnətdaram. Bugün tədbirdə iştirak edədiyinizə görə. Sağ olun. Sizə bizə şərait yaratdığınıza görə layihəmiz adından təşəkkürnamə vermək istəyirdik. Bütün layihələrdə olur belə təşəkkür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qraf müsabiqənin qalibi Ümumi Təhsil Məktəblərinin Yaşıl Dünya Əl İşləri sərgisi layihə çərçivəsində burada tarixlər qeyd olunub, müəyyən COP29 müəyyən səbəblər üzündən vaxt dəyişiklik olmuşdu, amma yəni biz çalışdıq ki, layihəni uğurla davam etdirib və bitirdik. Bitiririk artıq bugün bağlanışda. Təşkil olunmuş təlimlərdə layihə icrası zamanı göstərdiyi dəstəyə görə məktəbin direktor əvəzi cənab Vüsal Yusifov Nüsrətoğlu'na təqdim olunur. O da bugün burada yoxdur. İnşallah təqdim edərsiniz. Çox sağ olun. Sağ olun. Bir də sizə yazılmışdır. Çox sağ olun, var olun. Müəlliməni bu layihədə qalib olduğu üçün kollektiv adından təbrik edirəm. Arzu edirəm ki, müəllimə daha böyük layihələrə imza atsın. Fikirləmək istəyirəm layihə iştirakçılarının. Bu layihə həm müəllimlərin, həm şagirdlərin birgə fəaliyyətinin nəticəsi idi. Onlara uğurlar arzulayıram. Sonra kim demək istəyir? İlk öncə hər birinizi salamlayıram. Saadət müəllimə, sizi təbrik edirəm. Mənimlə bir sinifdə çalışır, 7-ci sinifin mən tərbiyəçi müəlliməsi kimi işləyirəm. Saadət müəllimə də orada kimya müəlliməsidir. Şagirdlərin həm bilik bacarıqlarının inkişafında çox yüksək rolu vardır Saadət müəllimənin. Bununla
belə bundan əlavə olaraq belə layihə rəhbəri kimi də çox gözəl bizim sinif şagirdləri orada çox iştirak ediblər. Hardasa bir 8 nəfər, 10 nəfər. Bizim də bilirik ki, tərbiyə saatlarımızda uşaqların istirahət saatı var, oyun saatı var. Bunların təşkilində mən deyərdim ki, yüksək nəticə əldə etdiniz. Çox sağ olun. Sizə çox təşəkkür edirik. Layihənin rəhbəri kimi, həm də uğurlarınız üçün. Bu cür uğurlarınız hamısının da şahidi olduq. Gedib orada Gənclər Mərkəzində. Çox sağ olun müəllimə. Təşəkkür edirik, təbrik edirik. Uğurlarınız bol olsun hər zaman. Mən də bir layihə təlimçisi olaraq mən də təşəkkür edirəm. Düzdür, mən də 4 nömrəli Tamlıqa məktəbin texnologiya müəllimiyəm. Amma 3 dəfə qrant layihə qalibi, 6, 7, 8-ci qrant layihə qalibi. Belə qrant layihə qalibi olmaq çox layihələr təqdim olunur. O bir şansdır, həm də bir nazirlik tərəfindən baxılır, bəyənilir. Görülür ki, həqiqətən də orada problem var ki, bu qoyulubdur. Ona görə onu seçim edirlər. 6, 7, 8-ci qrant layihə qalibi və 2024-25 tədris ilinin məktəbə qədər icmanın təşkili, xidmətlərinin təşkili layihəsi var. Malışıqlı kənd məktəbində orada yerdəki ulduzlar körpələr evi adlı, yəni bağçanın resipiyentiyəm, yəni müdirə kimi gedirəm, ikinci iş yeri olaraq. Yəni, çox sağ olun, təşəkkür edirəm siz müəllimlərə, məktəb rəhbərliyinə, yəni məktəbinizə, ümumi kollektivinizə, qarşılıqlı ünsiyyətə, yəni müəllimlərə, tərbiyəçilərə, aşağıda bufetdə gedib nahar etmişəm, çay içmişəm, yəni çox sağ olun, var olun, təşəkkür edirəm. Nə gözəl ki, varsınız, gözəl kollektivdir həqiqətən. Yəni, dəyərləndirirəm sizi, Allah razı olsun. İnşallah növbəti layihələri, internat tipli gimnaziyalar üçün elə çox layihələr təqdim olunur və onu da dəyərləndirirlər. Xoşdur ki, sizin məktəb üçün də, yəni bu məktəb üçün də, yəni burada uşaqlar üçün də uğurdur ki, həm də bu layihə qazanılıb və məktəb üçün də bunu Qızıl Əllər sərgimizdə Mərkəzi Aran Regional Tədris Təhsil İdarəsinin müdürü Cavad müəllim də o da orada vurğuladı ki, yəni bu belə sərgi, bu işlər hamısı məktəb üçün uğurdur. Həqiqətən də şagirdlərə, uşaqlara uğurlu bir layihədir bu. Uğurlar yenə də növbəti layihələr inşallah siz də yazın. Ümidvaram ki, sizlərin də belə gözəl işığınıza, layihə açılışlarınıza iştirak edərik. Sağ olun.